Orada bir nur görüb, yanmağa təbim tələsir, xanımın eşqinə odlanmağa təbim tələsir. O elə yerdir ki, orada hələ də vay səsi var. Oğlu ölmüş ananın oxşama laylay səsi var. Ora çartdatdı Hüseynin quruyan ləblərini, gül misalında peyəmbər qoxuyan ləblərini. Ora biçarə rübabın gözün ağlar qoydu. Ora Leyla xanımın qəlbinə dağlar qoydu. Orada çox baxdı Rüqəyyə o Şamın yollarına. Orada Əbbasın ümid vardı uzun qollarına. Hey deyərmiş, əmim olsaydı məni vurmazdınız. Qorxunuzdan siz onu ilə üz-üzə durmazdınız. Əmim olsaydı öpərdi qaralan əllərimi. Dizi üstündə hörərdi ağaran tellərim. Əmim olsaydı çəkərdi nazımı şamı səhər. Əmim olsaydı bibim fikr eləməzdi bu qədər. Gahı Əbbasa deyib oxşama ağlardı bu qız. Hamı xahiş eləyər ağlama Rüqəyyəcan. Ağlardı bu qız. 3 yaşından qara məzər başa bağlardı bu qız. Yazıb Əkbər adını torpağa ağlardı bu qız. Ağlıya ağlıya qardaşı salardı yadına. Sonra təzim eləyib vusə vırardı adına. Vay vay vay. Cahidə əsxərə laylay deyib ağlardı bu qız. Toxtamazdı Oqtaycan, toxtamazdı. Tək Hüseyin vay deyib ağlardı bu qız. Qəmli halı xanımın çatdı Yəzidin qızına. İstədi tənə vura teşnə şəhidin qızına. Verdi fərmanını, qullar və kənizlər gəlsin. Gedirəm cəngə, döyüş bayrağımız yüksəlsin. Dedilər anlamadıq, cəng hara, şahzadə hara. Sən şahın qızısan, nə cəng? Dedi bu cəngi kəlamdır, vuracam qəlbə yara. Atam öldürdü Hüseyni, işini etdi tamam. Məndəki nazlı qızı ilə edəcəm cəngi davam. Yəni demək istəyir ki, bir məmləkətdə bir şah qızı olar da. Əl-qərəz hazır olub durdu hərə öz yerinə. Dəstə tez vaxta yetişdi xanımın məhzərinə. Gəldi bu xərabalar. Xanım Rüqəyyə baxdı ki, bir dəstə adam getdi. Yəni gözləmirlər axı. Qorxudan kimsə gəlib baş sağlığı verə bunlara. Dedi bu kimlərdir gəliblər görən. Sildi göz yaşını, durdu ədəbindən ayağa. Gördü bir dəstə adam gəlib. Salam ərz etdi Rüqəyyə gələn hər bir qonağa. Dedi kimsiz, məni bir ləhzə xəbərdar edin. Nə müəmmadı gəlibsiz, bunu aşkar edin. Doktarı pəsti dənin, bu Yazidin qızı, min lənət. Doktarı pəsti dənin meydana atdı özünü, o təravətli gülə vırdı tikanlı sözünü. O dedi, yaxşı nəzər qıl ki, mənəm şah qızı. Ha, xanım Rüqəyyə bildi, bu kimdir? O dedi, yaxşı nəzər qıl ki, mənəm şah qızı. Bu dedi, şahə bəşəyməz Rəsulallah qızı. Vay, vay. Bunların bir diyaloqudur, yazmışam bunu. O dedi, yaxşı nəzər qıl ki, mənəm şah qızı. Bu dedi, şahə başəyməz Rəsulallah qızı. O dedi, bil atamın kürsüsü bellərdə gəzib. Bu dedi, sus, atamın qundağı göylərdə gəzib. O dedi, fərqimizə bax, libasım zibadır. Yəni, şah qızı belə olar da, qəşəng geyinər. O dedi, fərqimizə bax, libasım zibadır. Bu dedi, bizdə libasın gözəli təqvadır. O dedi, dəbdəbəni hökm eləyən dövrandır. Bu dedi, bizlərə tək hökm eləyən Qur'andır. O dedi, mən əməvilərdə xilafət gülüyəm. Bu dedi, mən də Hüseynin qızı cənnət gülüyəm. O dedi, fəxr edirəm ki, əməvi dövləti var. Sizi məğlub eləyibdir, deməli qüdrəti var. O dedi, sən elə bilmə bu zəfər çox gedəcək. Bibimin nitqi sizin dövləti alt üst edəcək. O dedi, tabi olun, sahibi fərman da atam. Bu dedi, cümlə yaranmışlara sultan da atam.
O dedi, şah qızı olmaqda izin yoxdur sənin. Necə şahzadəsən Rüqəyyə? Adi kənizin yoxdur sənin. Ama həqiqət idi bu söz. Xanım Rüqəyyə deyir ki, cavab vermir orada. Bu sözə cavab vermir. Çünki yalan danışa bilməz. Saray əhli sözü alqış elədi əhsən ilə. Aşinanı ayıra bilmədilər düşməninə. Çoxluğun hayküyü, Kərbəlayı Vüqar, çoxluğun hayküyü saldı bu qızı təsirinə. Canım sənə qurban. Zeynəbin bir sözü gəldi bu qızın xatirinə. Nə sözdür? Mədinədə xanım dərs keçərdi qızlara, xanımlara. Orada dərsin içində bir söz deyib, qalıb yaddaşında. Bu sözdür. Deyir, çoxluğun hayküyü saldı bu qızı təsirinə. Zeynəbin bir sözü gəldi bu qızın xatirinə. Nə deyib? Bunu deyib. Deyib, bala, hər müşkülün olsa şərəfün nası çağır. Gələcək qeyrəti qurban, Əmin Əbbası çağır. Bunun çətin günü də əmsi yadına düşüb. Daməni Zeynəbi tutdu ağamın ahuları. Dedi, Əbbası çağırırıq, bibi, qorxut bunları. Ağamın adı, xanım Zeynəbi kövrətdi yaman. Şirizən, Duxtər Zəhra özünə verdi təkan. Dedi, Gülsüm ayağa dur, balamın pis günüdür. Başıva vur, dizvə vur, balamın pis günüdür. Sonra döndərdi kənizsiz xanıma öz üzünü. Öpdü 3 yaşlı qızın sili qaratmış gözünü. Dedi, susma qızım, niyə sussan? Kənizin yoxdur. Dedi, bibi, yoxdur axı. Dedi, susma, cavabın var qızım, bu əsl mətləbdir. De, vaxt çətin vaxtı qızım, de kənizin Zeynəbdir. O müsibətli olan vəxtüvə elşən qurban, ay xanım. Elə gülsən, o gözəl ətrüvə gülşən qurban. Bütün güllər sənə qurban olsun.